jüri iştirakçıları, hamınızı salamlayıram. Cəmil Nəliyinə xüsusi təşəkkürümü bildirirəm məktəbdə bizə yer ayırdığına görə. Uşaqları bildiyiniz kimi, mən sizə dünəndən demişəm, tədbir iştirakçıları da bilir. Bundan sonra bizim 5-ci ses şəhidlər haqqında 2 kitabın müəllifi Abdullah Vəlivə verək. Buyurun Abdullah. Cəmil müəllim başqurmağa, bütün müəllim, kollektiv heyətin şagirdləri bu gözəl missiya, ənənə, həqiqətən də sizin məqsədi yüksək səviyyədədir. Biz baxırıq o sosial şəbəkələrdə paylaşımlara. Var, insanlar hamısı deyək ki, kiçik yaşlarından, valideyndən vətənpərvərlik qidalanır. Sonra isə məktəb. Təbii ki, müəllimə. Müəllim də ikinci valideyn sayılır. Və bizim də borcumuz aşılamaq, təbliğ etmək, çatdırmaq, bu gedən balalarımız şəhidlərimizi tanısın. Nəinki rayonumuzun, hətta başqa rayonlarında şəhidləri tanımalıyıq biz, Azərbaycanlıdır. Naxçıvanlı, Bərdə, Qəbələ, fərq etməz. Bizim rayonumuzda 2-ci Qarabağ Savaşında 34 şəhidimiz var. Bu rəqəmləri tez-tez müəllimlər o uşaqlara çatdırmağı mən tövsiyə edirəm. Bu səmimi qəbul etsinlər məni. Sinifə girirsən, Cəmil müəllim, elə olur ki, soruşursan, rayonumuzda neçə şəhid var, bilmir. Neçə aprel şəhidi var, bir dənə aprel şəhidi var, onu bilən yoxdur. Bir dəqiqə vaxt ayırıb o uşaqlarla müəllim desə ki, rayonumuzda 2-ci Qarabağ Savaşında 44 şəhidimiz var. Bu uşağın beyninə həkk olar, mənə elə gəlir ki. 1 aprel şəhidimiz var, bir rəqəmi yadda saxlamaq olar. Toğrul Tərəfzadə, Habil oğlu, Ağsüröyünün Bizor kəndindən rayonumuzda bir şəhid var. Bunu aşlamaq və rayonumuzda sual verirsən, neçə milli qəhrəman var? Uşaq durur, baxır. Ağsüröyünündə 2 milli qəhrəmanımız var, Ağsüröyünün Rəhmli kəndindən. Bunları demək, aşlamaq sadəcə 2 dəqiqə vaxt aparır dərsdə. Yazsın bir gündəliyinin arxasına, sual verəndə onu cavablandırsın. Və mən yenə də sizə uğurlar, dərslərinizə, müəllimlərə də uğurlar arzulayıram ki, aşlasınlar. Bunların vətənpərvərlikdə böyüməsində təbii ki, böyük rol olur bu müəllimlərin. Reyhan müəllimə çox gözəl misralar deyir. Mən də istəyirəm əlavə edəm ona. Musa Yaqub yazır ki, bəlkə də borcundan çıxmadım vətən. Ömür bahar deyil, bir də qayıtsın. Öləndə qoynunda qoy ölüm ki, mən çürüyüm bir ovuc torpağın atsın. Sanki bu şəhidlərimiz üçün yazılmış bir misralardır. O bütün şəhidlərimizi orada tərənnüm edib ki, bu gül yüzlü, nur yüzlü şəhidlərimiz üçün yazılmış bir misralardır. Bəli, onlar vətən uğrunda, torpaq uğrunda, sizlərin bu xoşbəxt yaşamağınız, gəlib burada dərs keçməyiniz uğrunda onlar canlarını fəda etdi ki, siz böyüyəsiniz, hərəniz bir peşə sahibi olasınız. Sağ olun mənim, diqqətinizə görə razıyam. Tanı, düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən ki şəhid olursan, yazıqdır, incitmə atanı. Vermə, alsan da dünyalara bu cənnət vətəni. Bu cənnət vətəni yağı əlinə verməyən, son damla qanına qədər qəhrəmanlıqla vuruşan igidləriniz haqqında söz demək üçün Ərzaman əlimə söz verək. Buyurun Ərzaman əlimə. Çox sağ olun. İlk növbədə Cəmil müəllim, sizə öz minnətdarlığımı bildirirəm. Siz gözəl insansınız, gözəl rəhbərsiniz və sizi kollektivə öz minnətdarlığımı bildirirəm ki, hər bir vaxt, hər zaman burada tədbirlər olur. Siz ilk növbədə özünüz başda olmaqla tədbirlərdə də iştirak edirsiniz. Var olasınız, bugün şəhidlərlə bağlıdır bizim gəlişimiz. Allah cəm şəhidlərimizi ruhu şad eləsin, məqamımızı eləsin. Abdullah müəllim yaxşı sözlər dedi. Bugün bizim beləncə gəlməmiz, getməyimiz şəhidlərlə bağlı və şagirdlərlə bağlıdır. Həmişə səsiylə bölgür. Çox xahiş edirəm, bir neçə kəlməylə fikrinizi çatdırın. Sinifə hədiyyəsi var.
Ceyhun Dünyalıyevin şəklini sinifə hədiyyə edəcək Leyla xanım. Buyurun Leyla. Allah şəhidinizə rəhmət eləsin, məkanı cənnət olsun. Ceyhunun timsalında bütün şəhidlərimizə Allah rəhmət edirəm. Yaxınlarını səbirlərim və çəkdiyim üçün hədiyyə eləmək istəyirəm. Bir müəllimdir. Məncə bu şəkli Salih müəllimə təqdim edir. Çünki sinifin rəhbəri Salih müəllimədir. Salih müəllimə bir nəzərlərlə. Bugün mənim üçün fərəhli bir andır ki, fərəhli bir gündür ki, mənim rəhbərlik etdiyim sinifin adını şəhid Ceyhun Dünyamalıyev daşıyır. Yəni biz onun ruhu qarşısında daima baş əyirik və Allah onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Və uşaqlarla bir yerdə şəhidimizi bir anlıq da olsa anaq. Mənim çox xahiş edirəm. Bir neçə kəlmə sizin tədbirimizə siz də ürək sözlərinizi deyərsiniz. Hem de Azerbaycan'ın bütövlüğü uğrunda şehit olan şehitlerimizin ruhunu karşısında baş eğen Allah cəmi şehitlerimizin mekanı cennet, məqamını eylesin. Çok sağ olun. Xüsusən hər müəllimin bir dəstə xətti var. Ailəmiz müəllimi həmişə şəhidlər haqqında məşhur esseləri ilə gündəmdədir. Yəni kimin çətinliyi varsa essedə ailəmiz müəllimi müraciət edir. Bəli. Dünən biz Xocalı faciəsini qeyd etdik. Biz bilirik ki, bu şəhidlərin Dünyamalıyev Ceyhunun qəhrəman olmağında Xocalı faciəsi ona böyük təsir eləyib. O faciələr hamısı o şəhidlərdə cəmlənir. 44 günlük müharibədə bəli, o igidlik elədi. O öz canını fəda verdi, şəhid adını aldı. Biz ona nə deyə bilərik? Allah yerin cənnət eləsin. Onun adı sizin sinifə verildi. Sizin elə olmalısınız ki, o şəhid kimi olmalısınız. Müəllim bilməyənlərin diqqətinə çatdırım ki, Cəmil müəllim özü də 1-ci Qarabağ müharibəsinin qazisidir. 1-ci Qarabağ müharibəsi qəhrəman. Görürsünüz, uşaqlar tərcümə edirlər. Yəni bilmirlər ki, Cəmil müəllim 1-ci Qarabağ müharibəsində iştirak edib, həm də çox gözəl iştirak, hər bir rütbəsi də var. Bu gün onun da deməyə sözü var. Həm ev sahibi kimi, həm də bayaq da dedim, indi də deyirəm, çox təşəkkür edirəm. Məktəbdə bizə yer ayırdığına görə, sinif ayırdığına və bu tədbirə işinin çoxluğuna baxmayaraq bu tədbirə qatıldığına görə bir daha təşəkkür edirəm. Buyurun Cəmil müəllim, siz də Həm də öz növbəndə uşaqlar qoyula bilsin, onsuz böyüklər müəyyən qədər bilir. Uşaqlar düzdür, indi az balaca yaşdadır, indi deyir. Yəni 8, 9, 10-cu sinifdə oxuyanda uşaqlarda elə bir şey, o vətənpərvərlik daha yüksək olur. Ona görə də bu şəhidin dediyimiz şəhid elə bilmir ki, bir insan ölür gedir, 1 il, 2 il, vallahi yaddan çıxıb gedir. 41-ci ildən üzü bəri ölən bizim şəhidlərimiz var, görsən heç biri yaddan çıxmır. Yəni hələ Urus dövrünü götürürük. Yəni bizim indi azadlıq, demokratik ölkə kimi 30 il torpağı, erməni düşməninin altında olan torpağı, yəni 44 günün içində həll eləmək uşaqlar heç də bir hasan bir şeydir. 4 ildir o boyda hegemon Rus dövləti Ukrayna ilə döyüşür, 3 günə deyir alacam, amma 4 ildir döyüşür. Hələ bir dənə şəhərin gündə alır, təzdən Ukraynaya gəlir alır. Hardan başlanır vətən? Məncə bu Görkəm Oğuz şairi Levidə Punaçın sözü də hardan başlanır vətən? Orada çox sərhəddən mi başlanır, sevən ürəklərdən mi başlanır vətən? Amma mən demək istəyirəm ki, indicə şeir səsləndirəcək körpə uşaqların elə ürəyindən başlanır vətən. Vətən sevgisi, vətən siniri onların ürəklərindən başlayır. Buyurun uşaqlar Ceyhun Dünyalıyevin xatirəsinə şeirlər hazırlayıblar.